Bugün sizə yatırımsız bir tətbiqi izah eləmək istəyirəm. Bu tətbiqimiz 2019-dan fəaliyyət göstərir və daha da çox gedəcəyini düşünürəm. Ona görə də davamlı layihələr paylaşdığıma görə bu layihəni yenə də sizə tanıtmaq istəyirəm. Bəzi istifadəçilər çıxarış zamanı çətinlik çəkirlər. Ona görə də mən tez-tez bu videolarımı çəkirəm ki, bu tətbiq barədə çətinlik qalmasın. Çox gözəl bir layihədir. Bundan qoşulub yararlana bilərsiniz və daimi kripto qazanmaq istəyənlər, kriptonu öyrənmək istəyənlər bu videolarımdan faydalanıb keçib kanalda olan videolara izləyə bilərlər dostlar. Və kanala abunə olub, videonu like edin ki, irəli çıxsın və daha tez videolar mən çəkim. Deməli, burada nə edirsiniz dostlar? Aşağıda link qoyacağım, qeydiyyat linki. Honeygain-in linkidir. Oradan daxil olub qeydiyyat sözünə gəlirsiniz. Gmail yazırsınız, parol təyin edirsiniz özünüzdən. Qeydiyyat keçirsiniz, 3 dollar bonus verir sizə. Hansı ki 3 dollar deməli qeydiyyat bonusu verir sizə. Burada dostlar Honeygain kimi yığanda siz minimum çıxarış 20 dollardır. Mən Camtask Wallet kimi yığıram, Camtask Coin kimi yığıram. Mən sizə hamısını indi izah edəcəm. Deməli, Honeygain kimi yığanda minimum çıxarış 20 dollar olur. Oradan deməli Camtask deməli PayPal-a çıxarış edirsiniz 20 dollar olanda və oradan da belə deyim Leo bankınızı bağlayıb çıxarış edə bilərsiniz. Və yaxud da 20 dollar olanda Camtask adresiniz olacaq Trust Wallet-da və yaxud da ki nə bilim Metamask-da, Binance Web3-də kripto cüzdanında deməli sizin Camtask adresiniz olacaq. Ora bağlayıb 20 dolları elə də çəkə bilərsiniz. Bu gec yığır dostlar. Bu isə günlük qazancdır burada. Bunu mən sizə izah edəcəm nətər olur. Burada dostlar hər 20 dollar çıxarışa 5 dollar sizə qazanc gəlir. Yəni 20 dollar sizin referallarınız çıxarış edəndə burada informasiya düyməsi var. Onu sıxıb buradan baxa bilərsiniz ətraflı olaraq ki, sizə nə qazanc gəlir. Burada referallarımdır dostlar. İndi mən burada açıqlamayacağam ki, nə qədərdir mənim hədəfim. Təbii ki, yuxarılardır. Belə bir şey dediyim ki, insan öz ümumiyyətlə məqsəd və hədəflərini deməli deyil. Bəzi insanlar var ki, öz belə deyim, qazanclarını göstərirlər, yəni bununla fəxr eləyirlər. Ona görə də irəli getmək istəyirsənsə, öz qazancların və yaxud da ki, hədəflərin, fikirlərin özün üçün olmalıdır və onu heç kimə deməli deyilsən həyatda. Burada dostlar buton olur. Hər gün gündə bir dəfə burada balon daşır, bal daşır burada. Siz bunu alırsınız və sizə qazanc gəlir. Burada dostlar deməli internetdən yığılan qazancdır. Burada referallardan gələn qazancdır. Bu da Camtask bonusudur dostlar. 10% yığdığınız Camtask bonusu onu da verir sizə. Camtask Coin kimi yığsaz. Burada görevlər olacaq dostlar. Qeydiyyat olan kimi görevlər gəlir. Referal dəvət eləyərək bu görevləri də edə bilərsiniz. Burada başqa nələr var? Burada baxın ki, bu açıq olsun. Başqa da indi bunları nə qaldı, ona baxaq. Deməli dostlar, deməli Honeygain kimi istifadə etməni bildiniz. Yığırsınız 20 dollar oldu. Yəni burada 20.000 olmalıdır. 20.000 oldu. Siz Camtask adresinizi bağlayıb çıxarış eləyəcəksiniz. 20 dollar şəklində komissiya tutulmur. Və yaxud da ki, PayPal-a çıxarış eləyib, Leo bankınızı bağlayıb oradan çıxarış eləyə bilərsiniz. Oradan mən bilən komissiya biraz çoxdur. Nəysə, gələk buna. Dostlar, bu butonu sürüşdürəndə bu Camtask Wallet tərəfə sürüşür. Aşağıda ikinci link qoyacağım. Camtask Wallet-in linkini qoyacağım. Oradan qeydiyyat keçəcəksiniz. Həmin linkə vurdunuz dostlar. Deməli, səhifə açılır. Siz Gmail-dən keçmirsiniz. Digərə vurursunuz, Walletlər bölümü açılır aşağıda. Oradan Trust Wallet-ı seçirsiniz. Və yaxud da Binance Web3, nə bilim Metamask-ı, hansı varsa sizdə ən rahatı, ən məsləhətçi Trust Wallet-dır. Trust Wallet-ı seçdiniz, protokolları qəbul ediniz, sizi atacaq Trust Wallet-a. Oradan protokolları qəbul edirsiniz, okey edirsiniz, Trust Wallet-ınızı bağlayırsınız və oradan səhifə açılır. Camtask Wallet kimi. Və siz bu butonu sağa sürüşdürsəz, sizdən indi Camtask adresi istəyəcək. Camtask Wallet-in ID nömrəsini istəyəcək. Və yaxud da ki, sizi birbaşa Camtask-a bağlayacaq özü avtomatik olaraq. Yəni orada Camtask-ınız var kimi seçəcəksiniz
və yaxud da ki, orada Camtask Wallet-in id nömrəsi olur. Hansı ki, onu mən birazdan göstərəcəm sizə. Onu burada yazıb bağlayacaqsınız və avtomatik belə deyim, dashboardu seçəndə avtomatik sizi Camtask Wallet-inizə atacaq. Burada referallarınızdan da qazanc gəlir dostlar. Burayla işimiz bitdi dostlar. Gəlin keçək Camtask Wallet-ə. Orada davam eləyək. Deməli dostlar, Camtask Wallet-imizə giriş eləyirik. Bunu tətbiq kimi proqramını da yükləyə bilərsiniz. Deməli Spray Market-ə göndərəcək. Oradan rahatçılıqla belə deyim, yükləyib, oradan da tətbiqi istifadə edə bilərsiniz. Yəni Honeygain tətbiqini yüklürsüz. Belə deyim, Camtask Wallet-ində tətbiqini yüklürsüz dostlar. Deməli dostlar, bu da Camtask Wallet-imizdir. Buradan deməli siz gəlirsiniz, buradan günlüyü alırsınız, vurursunuz, okey eləyirsiniz, buradan günlüyünüzü alırsınız. Burada deməli müəyyən tasklar var, tapşırıqlar var. Siz buradan Twitter adınızı bağlayıb deməli buradan tapşırıqları da eləyə bilərsiniz. YouTube videolara baxıb qazana da bilərsiniz və yaxud da ki digər belə deyim, tətbiqlər yükləyib burada göstərir, Twitterdə follow eləyirsiniz və yaxud da Google-da axtarış eləyib tapşırıqları edirsiniz və proqramlar deməli yükləyərək, missiyalar keçərək də qazana bilərsiniz dostlar. Deməli 3 xətə vururuq. Burada bizim referallarımız görünür və referal orada görə bilərsiniz. Referal qazancını da orada görə bilərsiniz. Burada adam işarəsinə vururuq. Deməli qazancınız buradadır. Və indi çıxarış edəcəm dostlar, mən sizə göstərmək üçün. Həmin deməli id nömrəsini deyirdim. Burada id nömrəsini bunu kopyalayırsınız. Deməli kopyalayıb yapışdıra bilərsiniz orada. Sizin özünüzə uyğun burada id nömrəniz olacaq. Və burada çox sadədir dostlar. Burada link akkauntunuzu bağlayırsınız. Twitter, Telegram, nə bilim YouTube akkauntunuzu bağlayırsınız burada ki sizə tapşırıq gələndə edə biləsiniz rahat şəkildə. Burada çıxarışlarımızdır dostlar. Burada etdiyimiz tapşırıqlardır. Burada çıxarışlarımızdır və deməli ödənişlər dostlar deyir 72 saat ərzində gəlir, amma anında ödənilir. Onu da deyim sizə biləsiniz. Payout sözünə vururuq. Buradan çıxarışımızı eləyəcəyik. Burada məbləği də göstərir summanı ki 1.82 bizim deməli cüzdanımızdır, yəni bizim məbləğimizdir orada. Deməli dostlar burada BSC şəklində yəni CDT BNB ağı ilə çəkəcəyik və Camtask BNB ağı ilə də bizə gələcək dostlar. Cüzi bir komissiya tutur, heç yəni bəzən tutmurlar. İndi çıxarışımızı eləyəcəyik və payout sözünə vururuq. Video ərzində də məncə çıxarışımız gələcək, bəlkə də gözləyərik. Yəni transferdir, uğurlu oldu deyir burada. Deməli dostlar, biz transferlatımıza da baxacağıq indi ki çıxarışlarımız gəlibmi. Yəni dediyim kimi 72 saat ərzində gəlir və belə deyim cüzdanımıza köçür. Oradan Trustwallet-a nətər eləyirik? Trustwallet-a gəlir, oradan swap eləyib BNB-yə çevirə bilərik və yaxud da ki o CDT BP20-yə çevirib binası ata bilərik, yəni onu nağlaşdıra bilərik dostlar. Çalışın Trustwallet-dan istifadə eləyin. Binance Web3-də var, onu transfer eləmək biraz çətin məsələdir. Bəli dostlar, deməli video ərzində də burada söhbət edirdik və ödənişimiz buradan deməli göründü və burada görürsünüz Pologid 3 Camtask, yəni dərhal ödəniş olur. Video ərzində də bunu siz görə bilərsiniz dostlar. İndi isə mən Trustwallet-a keçim, onu sizə göstərim. Dostlar, deməli mən Trustwallet-a keçirəm və sizə bunu göstərim.
Yəni ödəniş dərhal olunur və açıq şəkildə də mən sizə bunu göstərirəm. Yəni dərhal da ödənişimiz gəlir və burdadır ödənişimiz və budur. Yəni bu qədər sadə. Videomuz bu qədər dostlar. Kanala abunə olun, videonu like edin. Kanalda daha çox videolar var. Manatla olan videolar da var. Yatırımsızlar daha çoxluq təşkil edir. Kanala abunə olun, yenə də deyirəm. Like edin ki, videonu daha tez izlənsin, daha çoxlu faydalansın və yeni videolar da çəkim mən. Hamıya uğurlar dostlar. Sağ olun.